Ayaqlanma İranda devam edir və etirazlar genişir və geniş vasitədə şəhərlərdə bu etirazlar halən ayaqda. Bu etirazların sonucunda İran rejiminin dəyişməsinə bir ufuq yaranmışdır. Əlbəttə etirazların İran rejiminin çevirmə aşamasına gəlməsinə zaman var. Amma önəmli olan budur ki, İranda bir çevriliş olursa və rejim değişilirsə, Azərbaycan və Türklər öz haqqını əldə etmək üçün hangi çabanın içində olmalıdırlar? Hər zaman dediyimiz kimi yolumuz milli maarifləşmənin genişməsi və xalqımızın içində yayılmasıdır. Deyəndə milli maarif genişməsi və xalqımızın içində yayılması yalnız Azərbaycan deyil. İran üzrə hər yerdə bir türk varsa səsimizi, sözümüzü ona çatdırmalıyıq. Yoxsa bu hərəkat İran rejiminin dəyişilməsində, İranda bir yeni siyasi sistemin qurulmasında sonuçsuz qala bilir. Son zamanlarda bu sualı fərqli yollarla bəzi aktivistlərə yönəltmişəm. Əcəba Azərbaycanın və Türk xalqının müqəddəratı Tehranda mı təyin olacaq, yoxsa Azərbaycanda təyin olacaq? İstiqlalçıların bu suala cavabı çox sadədir. Azərbaycanda təyin olacaq və Azərbaycanda istiqlaliyyət elam olmayla bu məsələ bitəcək. Amma real düşünənlərə, gerçəkçi olanlara və rasional düşüncəyə söykənənlərə Azərbaycanın və Türk xalqının müqəddəratı Tehranda təyin olacaqdır. Başqa deyişlə, Azərbaycanın, Türk xalqının və yalnız Türk xalqı deyil, başqa xalqların hamısının müqəddəratı müəssis məclislərdə yazılan anayasa ilə təyin olacaqdır. Elə buna görə də bugündən Türk aktivistləri, partiyaları, düşünürləri, öncülləri, fəalları düzgün bir strateji qurmaq üçün düşürüb daşınmalıdırlar. İran İslam Cumhuriyyəti yıxılandan sonra yeni sistemin bərpa olmasında və müəssis məclislərin bu yeni sistemin bərpa olmasında ən önəmli və mərkəzi rolu oynamasında və o mərkəzi rol deyəndə yeni anayasanın yazılmasında ciddicə rol oynamaq söz konusudur. Başqa deyişlə iki alternativ, iki bədili siyasi nümayəndələri o müəssis məclisin içinə girəcəklər. Ya bir mərkəzçi hakimiyyətin quruluşuna möhür basacaqlar və ya yox. Federal Cumhuriyyətin tərəfdarlarının çoxunluğu ilə İranda federal bir cumhuriyyət qurulmasının möhrü həmin məclisdə basılacaqdır. Səslər və rəylər o müəssis məclislə və anayasanı yazanlarda daha çox olursa, hətta konfederala yaxın bir zehniyyəti də anayasaya keçirə bilərlər. O müəssis məclislə hətta səslərin daha çox olduğunda daha çox haqlar xalqlara və bölgələrə verilə bilər. Hətta dofaqda ayrılma haqqı belə anayasanın içinə yerləşə bilər. Necə ki, Ərəqdə yerləşdi. Amma bu məqsədə çatmaq üçün yalnız bir yol var. Türklərin geniş vasitədə səslərini əldə etmə. Türklərin geniş vasitədə, yəni Azərbaycan, Tehran, Kərəc və başqa bölgələrdə səslərini və ya rəylərini əldə etmə hardan keçir? Milli maarifləşmədən keçir. Əcəba Türk Milli Demokratik Hərəkatı bu gücü ola biləcək ki, İran çapında milli maarifləşmə aparsın? Çünki yalnız Azərbaycanda yaşayan insanın səsi, Kürdistanda yaşayanın səsi, Bəluçistanda, Ərəbistanda, Türkmən Səhrada və ya Mazəndaran Gilanda yaşayan səslə o müəssis məclislərdə çoxunluğu təşkil etmə mümkün olmayacaqdır. Kamuoyu sahəsində, yəni ümumi əfkar sahəsində Azərbaycana baxdığımızda iki görüş gözə çarpır. Mərkəzçi zehniyyət və milli zehniyyət. Mərkəzçi bir zehniyyət, yəni bugünkü kimi fars mahiyyətli bir hakimiyyətin qurulması tərəfdarı olma. Milli zehniyyət xalqların bərabər həqlərindən müdafiə edib Azərbaycanda yaşayanların hakimiyyətini qurmaq bir federal sistem içində. Yəni həmin məqsədi ki, federal cumhuriyyətin keçməsində təyin edici rol oynayacaq, həmin faktor, yəni milli maarifləşmə Azərbaycanda yerel hakimiyyətin quruluşuna şərait sağlayacaq. Bəzi şeylər aydınlaşmaq üçün, baxmayaraq ki, Azərbaycanda həqiqətən mərkəzçi bir zehniyyət var, onun neçə faizini mərkəzçi zehniyyət təşkil edir demək bugündən zordur. Amma deyəlim ki, Azərbaycan 10 milyon cəmiyyəti ilə ümumiyyətlə milli fikri var. Və bu milli fikir əsasında müəssis məclisə Tehranda nümayəndə göndərəcəkdir. Əcəba Azərbaycanın hamısından müəssis məclislərə nümayəndə gedəcəkmi? Ya yox, bir bölümündən. Bugün Azərbaycanın milli icraişinin içində iki bölüm var. İstiqlal istəyən bölüm, federal istəyən bölüm. Deyək ki, yarı federal istəyənlərdir və yarı istiqlal istəyənlər. Ki, əlbəttə bugün aktivistlərin içində istiqlal istəyənlərin sayı federal istəyənlərdən nəzərə çox gəlir. Təhqiq göstərmir.
Amma nəzərə çox gəlir. Hər halda deyək ki, yarı-yarıdırlar. Müəssis məclislərinə nümayəndə göndərmək və o federal cumhuriyyətin anayasasını yazmaq üçün Azərbaycandan ora nə qədər nümayəndə gedəcək? Azərbaycandan yarısı gedəcək, yarısı getməyəcək. Yəni istiqlal məfkurəsi olanlar mərkəzlə uğraşmamaq və mərkəzə nümayəndə görmək təbii ki, istəməyəcəklər. Yəni Azərbaycandan yalnız yarısı mərkəzə nümayəndə göndərəcək. Və bu vasitə ilə Azərbaycan orada çox zəif çıxış edəcək və əmələn bu istiqlalçı kəsim mərkəzə nümayəndə göndərməməklə türklərin nümayəndəliyini müəssis məclislərdə yüksək dərəcədə sayısını endirəcəklər və əmələn o müəssis məclisdə mərkəzçi bir anayasanın yazılması və mərkəzçi bir hakimiyyətin qurulmasına ciddicə yardımcı olacaqlar. Bu faktları burada deməyimin çox zərurəti var. Çünki bizim xalqımız hər zamandan çox birliyə, yaxınlığa ehtiyacı var. Amma o müəssis məclislərdə federal cumhuriyyətin istəyənlərinin sayının %50-dən çox olması həyati bir rol İranın gələcəyində oynayacaqdır. İndi siz düşünün, o müəssis məclislərin quruluşuna qədər nə qədər yolumuz var, nə qədər vaxtımız var, nə qədər enerjimiz var. Əcəba o məclis quruluna qədər biz bu milli maarifləşməni öz xalqımızın içində, Azərbaycanda, Tehranda, Kərəcdə və İranın başqa bölümlərində yaya biləcəyikmi? Nə üçün Azərbaycandakı rəylər və səslər o müəssis məclislərdə və yazılan anayasada federal haqları keçirtməyə yetərli olmasın deyə sual verə bilinər. Həqiqət budur ki, bugün Azərbaycan ərazisində Həmədan daxil, yəni Şərqi, Qərbi, Zəncan və Ərdəbildə yaşayan insanın sayısı 10 milyon və İranda yaşayan cəmiyyətin sayı 80 milyondan çox. Ona görə 10 milyon 80 milyonun yanında böyük bir rəqəm deyil. Türklərin sayı İranda %40 və 30-32 milyona yaxındır. Bu ədəd də türklərin sayısı haqda gerçəklərdən uzaq deyil. Bir nümunə ilə türklərin səs sayısının bu ədədlərə yaxın olmasını göstərmək olur. İranın bugünkü məclisində Türk bölgələri fraksiyonu qurulanda 111 nümayəndə üzv olmuşdu. Orada məclisin %31-ni təşkil edən nümayəndələr Türk bölgələri fraksiyonunu düzəltmişlər. Hətta o zaman bir nümayəndə dedi ki, burada Türk nümayəndələrinin hamısı qatılmayıblar. Bəzi nümayəndələr ehtiyat üçün bu fraksiyona qarışmayıb. Hələ deyək 2 ya 3 nümayəndə də bu fraksiyona qatılmasaydı, bugünkü İranın məclisində türklərin sayısı %32-ni təşkil edir. Halbuki bugün səs verənlər Türk xalqına çalışması üçün deyil, bəlkə İran İslam Cumhuriyyətinə etiqadı olması üçün səs verilir. Bu vasitə ilə amma bir türlü türklərin səsi aydınlaşır. Amma bəllidir ki, Türk xalqının milli kimliyi haqqında ağahlığı olmaması üçün çox yerdə bəlkə fars nümayəndələrinin rəy veriblər. Ki, maarifləşdiyi sürəcdə bu səslər farslar deyil, bəlkə Türk nümayəndələri və ya Türk xalqının mənafeyi qoruyan nümayəndələr bu səslər gedəcəkdir. Bu vasitə ilə Türk xalqının nümayəndələri o müəssis məclislə ən azı %35 təşkil edəcəkdir. Bu %35%-ə Kürdlərin, ərəblərin, bəluçların, lorların, Kiləklərin, Mazəndəranların, hətta demokrat farsların mərkəzdən ona qatılmaları ilə o müəssis məclislə yazılan anayasaya federal cumhuriyyətin geniş vasitədə möhrün basacaqlar. Amma şərt nə idi? Türklər geniş vasitədə və maarifləşmə sürəcinin getməsində, İranın hər bir yanında yaşayırlar, onların içində yayılmasında bu 35% gerçəkləşə biləcəkdir. Təkrar etməkdə fayda var ki, yalnız Azərbaycanın səsi deyil, bəlkə İran çapında türklərin səsi ilə anayasa yazmaq üçün müəssis məclisinin quruluşuna etki altına ala bilər. Yəni bundan səvayi başqa yol yoxdur. Bugün İranın tamam çapında xalqın ayaqlanması, İran İslam Cumhuriyyətinin qaldırılması bu gedişatın arzu və istəyidir. İran İslam Cumhuriyyətinin liderinə qarşı verilən şüarlar, İran İslam Cumhuriyyətinin bütövlüyünü meydandan qaldırma şüarları hamısı İran rejiminin dəyişilməsini göstərir. Türk Milli Demokratik Hərəkatı bu sürəcə hazırlanmağa lazımdır. Amma bildiyimə qədər bu sürəci Azərbaycan və İranın başqa bölümlərində düzgün önə aparmaq üçün nasionalist ədəbiyyatdan uzaqlaşıb demokratik ədəbiyyata yaxınlaşmalıyıq. Modern ədəbiyyata söykənməliyik. Modern söyləmlərə söykənməliyik. Bizim söyləmlərimiz mərkəzçilərin söyləmləri qarşısında güclü, cəzb edici və olumlu göstərilməlidir. Düzgün arqumanlarla meydana çıxmalıyıq. Demokratik düşüncə ilə meydana çıxmalıyıq. Nasionalisti düşüncə və milliyyətçiliyə dayanan ədəbiyyat
hətta Azərbaycanın öz içində belə ciddicə səs qazanmaz. Hələ qalsın Azərbaycandan xaricdə yaşayan türklərə. Ona görə nasionalistik söyləmdən uzaqlaşıb demokratik söyləmlərlə xalqımızın milli maarifləşməsini İran çapında gerçəkləşdirməliyik. Bu hərəkətdə uğur qazanmaq üçün başqa bir yol yoxdur.